شبم ذات خونكي دلم دابرينكي يرتنا بينم رجكي أزب مرم غلامن شبم ذات خونكي دلم دابرينكي يرتنا بينم رجكي أزب مرم Musiqiyə çox həvəsim olub uşaqlıqdan. Həmişə özümü tanıyandan belə deyə oxumağa həvəsim çox olub. Atam isə məni qoymurdu musiqi ilə məşğul olum. Deyirdi, həmişə siz oxumalısınız, prokuror olmalısınız, rəis olmalısınız. Çünki özü oxuyan insan olub, ali təhsilli olub, o istəmirdi mən musiqiçi olam. Deməli, bir dəfə beləncə bir hadisə olubdu. Mən məktəbdən çıxdım, orta məktəbdə oxuyordum, 2-ci, 3-cü sinifdə. Bizdə qonşu şəhərdə musiqi məktəbi var idi. Biz uşaqlarla, sinif yoldaşlarımızla, bəzi dostlarla belə qərara gəldik ki, dedik gedib musiqi məktəbinə, orada adımızı yazdıraq. Evdə də mən atama dedim, icazə vermədi. Dedi, yox, sən musiqiçi olmayasan, sən oxumalısan, ali təhsillər almalısan, dövlət məmuru olmalısan. Amma mən evdən gizlin getdim adımı yazdırdım. Bir dəfə həmişə gələndə yolda gizlindən gəlirdim, maşınla gəlib gedirdi yolda. Baxırdım arxaya tez-tez, gələndə üzümlük vardı yolun kənarında. Gizlənirdim üzümlükdə, keçib gedirdi. Bir dəfə elə oldu ki, oxuya-oxuya gəlirdim, başım qarışmışdı. Bir də baxdım, maşın saxladı böyrümdə. Dedi ki, əyləş maşına. Əyləşdim, heç nə demədi. Dedi, haradan gəlirsən? Dedim, bəs belə də musiqiyə. Dedi, bəs mən sizə demişdim axı. Mən də musiqiyə çox həvəsim vardı deyə artıq getdim, yazdırdım. Gəldim evdə, yəni dedi ki, bir şey demirəm, amma yəni getməyəsən artıq musiqiyə bundan sonra. Mən də getmədim, ondan sonra da yenə də orta məktəbimi davam elədim. Əskəriyi bitirdikdən sonra artıq o qərara gəldim ki, yəni musiqiçi olmalıyım mən. Musiqiyə çünki çox həvəsim var idi. Yaşa Allah. شبم ذات خونكي دلم دابرينكي. Adım Cavanşirdir əslən, amma mənim ləqəbim nə var? Cavanşir Şero. Çoxu Şero kimi tanıyır, çoxu da Cavanşir kimi. Bu ləqəbimdir Şero. Şero kürtcə aslan deməkdir. Bu ləqəbi mənə Türkiyədə dostlarım qoyub, musiqiçi dostlarım. Dostlarım yəni deyirsən, bu sahədə aslansan, həm bəstəkarsan, müğənnisən, yəni hər tərzdə də oxuyursan. Onun üçün mənə elə Şero ləqəbi qoydular. Şero da kürtcə aslan deməkdir. Rövşən bir xalq mahnısı var, kürd xalq mahnısıdır. Onu bir dənə sol minor eləyərsən, onu oxuyaram. Oxu bir dənə, baxaq. Levsatul mənşidiki, dərdalı mənzədədiki, Berinad limvediki, əmrim ayit alandiki, Levsatul mənşidiki, dərdalı mənzədədiki, Berinad limvediki, əmrim ayit alandiki. Sağlamlı dünyayı duyamını eziyet etme.
Bəli, babamın çox gözəl səsi var idi. Bizdə kürdlərdə Azərbaycanda muğam deyirlər. Bizdə klama meyrani deyirlər, klama dəngbeji deyirlər, havadirec deyirlər. Bizdə bu deyim muğamların bir neçə növ adı var. Məsələn, dəngbeji deyirlər, havadirec deyirlər, klama meyrani deyirlər. O çox gözəl səsi olub. Həmişə toylarda ifa edib. Bizdə necə olub? Bizdə həmişə toylarda, bizdə kürdlərdə adətdir. Yallı gedirdilər, yallıda deməli mahnı oxuyardılar. Davul zurna vururdu. Orada mahnı oxuyurdular, yallı gedirdilər. Mənim o yadımdadır. Babamın çox gözəl səsi olubdu. Atamın da gözəl səsi olub. Bu mənada mənə irsən gəlir, yəni müğənnilik, bu sənət mənə onlardan gəlir. Atamın əmisi də mədəniyyət müdiri çalışıb bir neçə il bizdə, Naxçıvanda. Yəni bizim qanında var bu musiqiçi səs, yəni bizdə irsən gəlir. Lele dayı çıma derdu kul ve dünyaya hamu buya parame hem bun koşer bun bela bunla dünyaya haye haye şevutandın gündeme daye vareme daye ne mahaleme. Bu oxuduğum bu muğamda anasına bəhs eləyir ki, ana bu dünya çox zalim dünyadır, xain dünyadır. Bizi bu dərdlərə qaldıq, qəmlərə qaldıq. شبم دا تو خونکی دلم دا برینکی یار تنبینم روژکی از bimrim gula. Mən şeir də yazıram. Öz mahnılarıma şeirlərini çoxunu özüm yazıram. Bəstələdiyim musiqilərə çoxuna sözləri özüm yazıram. Yəni amma şeir yazmaq başqa bir şeydir. Mahnıya söz yazmaq tamamilə başqa bir şeydir. Mahnıya söz yazmaq, şeir yazmaqdan, yəni mən öz fikrimi deyirəm, daha da çətindir. Gulamın, gulamın, betenabej yanamın. Gulamın, gulamın, tehezdikim canamın. Gulamın. Bir neçə bəstələrim var. Öz bəstələrimlə özüm yəni bu sənətdə tanınmışam. İlk bəstəm olubdu Qulamın. Mənim gülüm deməkdir kürdcə. O bəstəmlə tanınmışam. Əsas Azərbaycanda da 2013-də mənim bir mahnım populyar olub. Azərbaycan dilində oxumuşam. Kürd musiqisidir, köhnə kürd mahnısıdır. Onu Azərbaycan dilində çevirdim, oxudum. Çox tanındı o mahnımda 2013-cü ildə Mələyim mahnısı. Gəl mənim ol mələyim, tək budur arzu diləyim. Nələr çəkməyir ürəyim, inan ki sənsizlikdən. Gəl mənim ol mələyim, tək budur arzu diləyim. Nələr çəkməyir ürəyim, inan ki sənsizlikdən. Var səs. Var. Vereyim musiqi. Hazırsan? Hazırım, bəli, hazırım.
Toylarda əsasən kürdcə oxuyuram, amma Azərbaycanca da oxuyuram, türkcə də oxuyuram. Məni məsələn Azərbaycanlılar da dəvət edir toylarına, türklər də, kürdlər də. Yəni fərqi yoxdur. Bizim çox gözəl oynaq mahnılarımız var. İfa eləyirəm, hamı oynayır. Yəni musiqinin dili yoxdur. Çox şən musiqilərimiz var. Hər kəsə də xoş gəlir. Mən artıq musiqinin içində idim, ailə qurdum. 1998-ci ildə ailə qurdum. 2 övladım var, 2 qız övladım var. Xədicə Havin. Onlar da orta məktəbdə oxuyur. Çox gözəl oxuyurlar, ikisi də əl açıdır. Allah bütün balaları saxlasın. Yəni fəxr eləyirəm, onlarla çox gözəl oxuyurlar. Sesidir, bilirsenmi? Sevgi nedir? Ruhun canın öpmesidir. O geceni sübhe kadar ele yazmak istəyirəm. Havinin qızım balaca deyir ki, mən böyüyəndə həkim olacam. Xədicə qızım isə deyir, mən polis olacam. Həm də idmana çox həvəsi var. Mən özüm də çox idmana həvəsim olub. Karate doyla, boksla da məşğul olmuşam. Amma əskəriyyətdən sonra davam eləməmişəm. Musiqiyə çox həvəsim olub deyə musiqiyə yönlənmişəm. Amma böyük qızım da o idmana çox həvəsi var. Amma mən idman istəmirəm onu. Çünki boksla, qız uşağı deyə istəmirəm boksla məşğul olsun. Amma çox həvəsi var. Uşaqlıqdan çünki mən öyrədirdim ona həmişə idmana, onun üçün idmana çox həvəsi olub. Naxçıvan Muxtar Respublikasının Şəhər rayonunun Dərəkən kəndindənəm. 1981 doğumluyam. Biz ailədə 4 uşağıq. Mən evin ən kiçiyiyəm. Atam ziyalıdır, yəni dövlət məmuru olub. Direktor işləyib, uzun müddət kastir işləyib, briqadir işləyib cavanlığında. Atamgil özü 11 qardaşdılar. 11 qardaş 7 bacıdılar onlar da. Böyük ailədəndirlər. Bizim nəsil də çox böyükdür. Mamam da Şəhər rayonundandır, qonşu kətdəndir. Biz Kürd əsildik. Mamam Azərbaycanlı qızıdır, anası isə Kürddür. Atam da vəzir, Amoy vəzir İsmailoğlu. Kürdcə İsmailə Əyləz deyirdilər. Orta məktəbi Naxçıvanda bitirmişəm, Şəhər rayonu Dərəkən kəndində. Orta məktəbi bitirəndən sonra əskəriyə getmişəm, Naxçıvanda qulluq eləmişəm, Şapuz rayonunda. Yəni sahəli hərbi hissədə qulluq eləmişəm, yəni dağda qulluq eləmişəm. Əskəriyyətdən sonra davam elədim, peşəkar deyəkmi, bilmirəm. Ondan sonra mən təhsillər almışam. Əskəriyyətdən sonra başladım oxumağa, sonra təhsillər almağa başladım. Sonra da yavaş-yavaş bəstəkarlığa başladım. Solfeca dərsindən də təhsillər almışdım, vokal dərsinə getmişdim. Beləncə, belə davam elədim artıq. Sonra da öz bəstələrimlə, öz musiqilərimlə, yəni milyonlara ulaşdıq, belə deyək. Ledine, ledine, ledine dinamın, ledine, ledine, hatı xəzalamın, ledine, ledine, ledine dinamın, ledine, ledine, hatı xəzalamın, ledine cötramısın, ledine dinamın, qaytane dəstə xiza,
hatı xəzalamın, ledinə, ledinə, ledinə dinamın, ledinə, ledinə, hatı xəzalamın. Musiqilər ağlıma gəlirdi bəzən. Mən onda bildim ki, mən musiqi bəstələyə bilərəm. Çünki mənim professional musiqiçi sənətçi dostlarımız var. Mən onlara dedim ki, bəs belə bir musiqilər ağlıma gəlir. Onlar da dedi ki, çox gözəldir, çox gözəl qarmoniyaları var. Mən də onlarla işlədim, yəni onları bəstələdim o mahnılarımı. Şükürlər olsun ki, yəni bu gün də o mahnılarla da milyonlar dinləyibdi, milyonlar məni tanıyıbdı o mahnılarla. Notla mən solfeja dərsinin də təhsilini də almışdım, fərdi. Amma bu məncə yəni insanın özündə olmalıdır. Bəstəkarlıq insanın qanında olmalıdır. Yəni bu da bir duyğun olmalıdır. Necə deyim? Bu bir hissdir. Yəni o gəlməlidir. İnsana gəlməsə yaza bilməzsən. İstəsən də musiqi yazasan yaza bilmərsən. O gəlməlidir, o hiss gəlməlidir insana ki, o musiqini yazsın, bəstələsin. Aranjman da edirəm. Əsasən öz mahnılarımı aranjman edirəm. Yəni öz işlərimi görürəm. Öz bir neçə mahnılarım var, onları da aranjman eləmişəm. Digər dostlarıma da köməklik edirəm aranjmanda, səs rejissorluğunda bacarıram. Yəni demirəm tam %100 professional bir aranjmançıyam, %100 professional bir səs rejissoruyam, amma öz çapımda deyək də belə
işlər görürəm yəni. Qane eləyir məni hələ ki. İnşallah gələcəkdə də daha da professional yəni işlər görəcəyim. Bizdə bu çetvert boğaz deyirlər. Bizdə çetvert, yəni bu təbii olan bir şeydir. Bu çetvert deyilir musiqidə. Əsasən o çetvert muğamlardır bizdə. Biz oxuyanda boğaz titrir. Bu səs telləri, yəni bizdə hər millətə uyğun öz zəngülələri var, boğazları var. Bizdə də yəni bu cürdür. Xəzal, xəzal, də haye, 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 haye. İromala xəzalamın barkır çuzazana, vi cefaye. Xəzalam geli ke, geli gundino cinara, vəzi cefaye haye. Hal-hazırda oxuduğum bu muğamı, yəni bizdə bu cür səsləndirirlər, bu cür zəngülələr vururlar. Daha da qeyri-adi zəngülələr var. İndi mən hər zəngüləni edə bilmirəm, çünki mənim yolum o deyil. Mən tamamilə başqa musiqi növündəyəm. O isə muğamdır, amma bilirəm, o muğamları bilirəm. Bu oxuduğum muğamda da yəni xəzal bizdə ceyrana deyilir. Sevgilisinə aid oxuyur. Evi köçdü dağa, yaylağa getdilər. Bu sevgilisindən bəhs eləyir də, yəni sevgilisi getdilər yaylağa, uzaqlaşdı sevgilisindən. Belə bir məna verir. Böyüklərimin sözünü həmişə dinləmişəm, yəni hər zaman dinləmək də zorundayıq, yəni böyüklərimizi dinləyək. Amma bu sahədə mən dinləmədim. Çünki mənim çox həvəsim var idi musiqiyə, oxumağa. Belə də peşman deyiləm, yəni bu musiqini də həqiqətən seçdiyim üçün. İndi çörək ağzımdır deyək belə. Bu sahədə yəni oxuduğum üçün yaxşı dostlar qazanmışam, tanınmışam, yaxşı musiqiçi dostlarımız var. Beləncə yaxşı dostlarımız var. Başqa ölkələrdə dostlar çox qazanmışıq, musiqiçilər. Boş vaxtlarımda mən dəniz kənarına gedirəm. Gedirəm musiqi dinləyirəm. Çox sevirəm o dəniz kənarında olmağı. Orada mən dincəlirəm, özümü tapıram. Yeni şeirlərimi yazıram. Bəstələdiyim mahnılara sözlər yazıram.